Kimisinə görə yeni başlanğıc, kimisinə görə hər şeyin bitdiyi an, kimisinə görə isə bilinməyən. Ölümdən sonraki həyat haqqında bir çox məlumatlar və nəzəriyyələr var. Bu məlumatlar dini kitablarda və fəlsəfələrdə mövcuddur. Amma ölüb dirilmə təcrübəsi yaşayan insan o qədər də çox deyil. Bu təcrübəni yaşayanlar, yəni ölümdən dirilənlər, ancaq o ana qədərki hadisələri xatırlayırlar. Araşdırmalara görə bir çox insan kliniki ölüm adlandıra biləcəyimiz hadisədə ürəyin dayanmasından sonra beyində baş verən şişmə səbəbindən və ya sakitləşdiricilər səbəbi ilə yaddaşının silindiyini deyir. So where are you? You're in some motel room? You just wake up and you're in... Ölüb dirilmə fenomeni ölümündən 4 gün sonra İsa Peyğəmbər tərəfindən diriltildiyi güman edilən Lazarus adlı şəxsin adı ilə əlaqəli olaraq Lazarus sindromu və ya Lazarus fenomeni adlandırılır. Lazarus fenomenində qan dövriyyəsi səbəbi tam olaraq məlum olmadan yenidən başlayır. Yəni insan tam şəkildə həyata qayıdır. Nevroloji zədəsi olanlar olduğu kimi ciddi nevroloji zədə almadan qayıdanlar da olur. Bu videoda ölüb dirilən insanların hekayələrindən danışacağıq. Lyudmila Steblitskaya 2011-ci ilin noyabr ayında 61 yaşlı Lyudmila Steblitskayanın həkimlər tərəfindən öldüyü elan edilir. Özünü yaxşı hiss etməyən Lyudmila Tomsk regional klinik xəstəxanasına aparılır və burada bir neçə gün xəstəxanada qalır. Cümə günü qızı Anastasiya zəng edir və həkimlərdən anasının vəziyyəti barədə soruşur. Həkimlər ona anasının dünyasını dəyişdiyini deyirlər. Anastasiya cənazəyə hazırlaşmağa başlayır və bazar ertəsi anasının cəsədini götürmək üçün xəstəxanaya gedir. Ancaq həkimlər Lyudmilanın bədəninin yarılması lazım olduğunu deyirlər. Otopsiya aparılmağını gözləyən Anastasiyaya yaxınlaşan qorxmuş həkim anasının ölmədiyini və nəfəs aldığını deyir. 3 gün morqda qaldıqdan sonra Lyudmila dirilir. Steblitskaya tam olaraq nə baş verdiyini xatırlaya bilmirdi. Xatırladığı tək şey cümə günü yalnız xəstəxanada olduğu və bazar ertəsi morqda donmuş vəziyyətdə oyandığıdır. Həmdi Hafiz Əl-Nubi Misirdə ofisant işləyirdi. İş yerində infarkt keçirir və öldüyü düşünülür. Həmdinin ailəsi onun cəsədini yuyub dəfn üçün hazırlayırlar. O, İslam ənənələrinə görə dəfn ediləcəkdi. Nəysə ki, Həmdinin ölüm sənədini imzalamaq üçün bir həkim çağırılır. Həkim Həmdinin isti olduğunu və hələ də nəfəs aldığını görür. Möcüzəvi dirilişi haqqında öyrənən Həmdinin ailəsi onun cənazəsini ləğv etməməyə, əvəzinə onu diriliş partisinə çevirməyə qərar verir. Bu hadisə 2012-ci ildə baş verəndə Həmdi 28 yaşında idi. Brighton Damazanti Zimbabveli Zanti öləndə 34 yaşında idi. Cəsədi yorğana bükülmüş vəziyyətdə tabutda gözlədilir. Ertəsi gün yas tutanlar hörmət əlaməti olaraq son dəfə vidalaşmaq üçün ziyarətə gəlirlər. Zantinin dostları və qohumları onun tabutunun yanından keçəndə möcüzəvi, lakin tükürpədici bir şey baş verir. Zantinin ayaqları tərpənirdi. Bunu ilk görən Zantinin müdürü Lot Qaka idi. Daha sonra insanlar nəhayət qorxu və şokdan ayıldıqda Zanti Guerudakı xəstəxanaya aparılır. Orada 2 gün ərzində həyata dəstək sisteminə qoşulur. Steblitskaya kimi Zantidə nə baş verdiyini xatırlaya bilmədi. Onun yadında qalan tək şey həyata dəstək sistemində olması idi. Tony Yehill 2013-cü ildə Tony Ohio ştatında dizel mexaniki kimi çalışırdı. Ürəyi 45 dəqiqə dayandıqdan sonra kliniki olaraq öldüyü elan edilir. O vaxtlar Tony'nin 18 yaşında olan Lawrence adlı bir oğlu var idi. Tibb bacıları Tony'nin cəsədini hazırlayarkən Lawrence ona "Ata, bugün ölməyəcəksən" deyir. Təsadüf və ya möcüzə tam olaraq bilinməsə də Tony oğlunun sözlərinə reaksiya verir. Onu ölü elan edən həkimlər çox təəccüblənirlər və onu müalicəyə başlayırlar. Tony'nin kardioloqu Dr. Raja Nazi nə baş verdiyini açıqlaya bilmir. Onun sözlərinə görə son 20 ildə ölü elan etdiyimiz heç kimi bir daha görmədim və sonra geri gəldiyini də. Belbrookdakı Christ kilsəsinin üzvü Tony həyata yenidən geri dönməsini dini inancına borclu olduğunu deyir. Walter Williams Walter möcüzəvi şəkildə diriləndə 78 yaşında idi. Mississippi ştatının Holmes County rayonunun həkimi Dexter Howard və bir tibb bacısı Williamsın nəbzini yoxlayır. Heç bir həyat işarəsi tapılmır.
Daha sonra öldüyünə qərar verilir. Williamsın cəsədi kəfənə qoyulur və Porter və Sons cənazə evinə aparılır. Ertəsi gün səhər cənazə evi işçiləri onun cəsədini mumyalamağa çalışarkən birdən fövqəltəbii bir şey görürlər. 5 saatdır cəsəd torbasında olan Williams nəfəs almağa və torbanı təpikləməyə başlayır. Williams xəstəxanaya aparılır və ailəsi ilə əlaqə saxlanılır. Onun öldüyünü elan edən Dexter Howard bu hadisə haqqında bu sözləri deyir. Son sözü deyən ekspertiza deyil, Tanrıdır. Təəssüf ki, möcüzəvi dirilməsindən 2 həftə sonra Williams yenidən, amma bu dəfə əbədi olaraq gözlərini yumur. Çinin Guangxi əyalətinin Beiliu şəhəri sakini Li Shufeng 6 gün tabutda qaldıqdan sonra dirilir. Bir qonşu Shufengi oyatmağa çalışır, lakin uğursuz olur və bu da onun öldüyü fərziyyəsinə səbəb olur. Li'nin cəsədi evinin içərisindəki möhürlənməmiş bir tabuta qoyulur. Qohumları və dostları onu ziyarətə gəlirlər. Dəfn mərasimindən bir gün əvvəl qonşular tabutun boş olduğunu görəndə dəhşətə gəlirlər. Li'nin evini axtarırlar və onu mətbəxdə yemək bişirərkən görürlər. Qonşular ondan nə olduğunu soruşurlar. O isə uzun müddət idi yatırdım. Oyandığımda çox ac idim və yemək bişirmək istədim. Tabutdan çıxmaq üçün qapağı uzun müddət itələdim sözlərini dedi. Li Shufeng o vaxt 95 yaşında idi. Octavia Smith Hatcher 1890-cı illərdə Amerikanın Kentucky ştatında bir epidemiya ortaya çıxır. İlk qurban isə Octavia olur. O, dünyasını dəyişən kimi dəfn edilir. Daha sonra əyalətdə epidemiyadan bir çox insan komaya girir və 2-3 gün ərzində sağalaraq oyanır. Yeni epidemiyada heç kim ölmür. Octavia'nın həyat yoldaşı xanımının da koma vəziyyətində ikən dəfn edildiyini düşünür. Ertəsi gün bir çox insanla birlikdə məzarı açan adamın şübhəsi doğru çıxır. Octavia əslində dəfn olunanda canlı imiş. Daha sonra məzarında oyanıb. Tabutun hər yeri dırnaq izləri ilə dolu idi. Onun dırnaqları və burnu qan içində idi. Amma artıq dünyasını dəyişmişdi. Bu hadisədən sonra Octavia yenidən dəfn edilir və məzarına bu heykəl inşa olunur. 1 iyul 1937-ci ildə 19 yaşındakı Angelo Hayes yol qəzası keçirir. Başı bərk zədələnən Hayes'ı həkimlər müayinə edir və onun öldüyünü düşünürlər. Ona görə də onu dəfn edirlər. Amma Hayes'ın qəzadan bir neçə gün əvvəl etdirdiyi sığortası var idi. Sığorta şirkəti onun çıxarılmasını istəyir. Ekspertiza Hayes'ın 2 gündür dəfn edilməsinə baxmayaraq isti olduğunu görür. Daha sonra Hayes'ın travma səbəbindən hələ də komada olduğuna qərar verilir. Bundan sonra Angelo oyanır, bir neçə əməliyyat keçirir və sağalır. Daha sonra Fransada həyatına davam edir. Hayes Fransada məşhur və zəngin olur. O, tabutda oyanan insanlar üçün zil taxtırır. İxtira etdiyi tabutda yemək şkafı, oksigen mənbəyi, kimyəvi tualet, radio ötürücü, siqnal zəngləri və hətta kitabxana olur.